Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin sabiq rəisi, hazırda Prezident Katibliyinin rəhbəri olan general-polkovnik Bəylər Əyyubovun 7 fevral 2024-cü il Prezident seçkiləri günü mediaya açıqlaması sosial şəbəkələrdə trendə çevrilib. Bəylər Əyyubov 2023-cü ilin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayır və yeni ildə yeni uğurlar arzulayır. Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin faktiki rəhbəri Ruslan Əyyubov həbs olunub və onun qaçaqmalçılıqla bağlı inanılmaz hərəkətləri və sərvəti üzə çıxıb. Bəylər Əyyubov Ruslan Əyyubovun əmisidir. Ancaq mən onu deyə bilərəm ki, bu il elə bir uğur ildir ki, keçən ildə elə bir uğur il olub ki, bu həyatda, tarixdə bəlkə də möcüzəli bir il sayıla bilərdi. Biz tam öz torpaqlarımızın sahibi olduq. Mən nə deməyimi başa düşürürsünüz. Bir daha sizi təbrik edirəm. Sağ olun. Biz də sizi təbrik edirik. Sağ olun. Sağ olun.